Temu sifarişinizi səhv bəyan etsəniz, bağlama günlərlə gömrükdə qala bilər. Bu videoda isə sizə son sifarişimin real hərəkətini göstərəcəm və ən çox verilən suallara qısa konkret cavab verəcəm ki, növbəti sifarişinizdə problem yaşamayasınız. Növbəti videomda isə həmin sifarişin həqiqətən gəlib çatdığını da ayrıca sübut kimi göstərəcəm. Ona görə də videonu axıra qədər izləməyiniz faydalı olacaq. Salam dostlar, bu videoda son çəkib paylaşdığım Temu sifarişimin bütün hərəkətlərini sizə göstərəcəm və sifarişlə bağlı tez-tez verilən bir neçə vacib suala cavab verəcəm. Bir neçə gündən sonra məhsulu təhvil aldıqda isə əlavə qısa videoda paylaşacağam ki, əvvəlki videoda göstərdiyim sifariş və bəyan qaydasının düzgün olduğunu özünüz də görəsiniz. Həmin videonu izləməyənlər üçün linki həm videonun sonunda, həm də aşağıdakı açıqlama hissəsində yerləşdirmişəm. O videoda izah etmişdim ki, bəyan zamanı istədiyiniz məhsulu seçib bəyan edə bilərsiniz. Hətta qiymətindən asılı olmayaraq sizə rahat olan məhsulu seçmək mümkündür. Burada vacib bir məqamı yenə qeyd edim. Bir dəfə izləyicilərdən biri yazmışdı ki, ən bahalı məhsulu seçmişəm, amma kateqoriyasını tapa bilmirəm. Məhz buna görə deyirəm ki, məhsulun özü əsas deyil. Əsas odur ki, düzgün kateqoriya və düzgün məlumat daxil edilsin. Digər detalları yenidən təkrar edib vaxtınızı almaq istəmirəm. Tam izah əvvəlki videodadır. Onu izləməyinizi tövsiyə edirəm. Bir başqa çox verilən sual isə budur. Sifarişi etdikdən neçə gün sonra bəyan edirik. İndi onu da real nümunə ilə göstərim. Gördüyünüz kimi mən sifarişi 28 apreldə etmişəm. Artıq 29 apreldə isə sistemdə bağlama gömrükdə bəyan edilib, qeydi görünür. Yəni sifarişdən təxminən bir gün sonra qeyd etdiyiniz e-mail ünvanına bəyan bildirici gəlir. Bildiriş gəlməsə belə narahat olmayın. Smart Customers tətbiqində bəyan edilməmişlər bölməsinə daxil olduqda sifarişiniz orada görünəcək. Siz də gecikdirmədən düzgün şəkildə bəyan edə bilərsiniz. Əsas məsələ bağlamanın gömrükdən problemsiz keçməsidir. İndi isə sifarişin növbəti mərhələsinə baxaq. Status hissəsində gördüyünüz kimi mənə gələn e-maildə mayın 8-də gömrük rəsmiləşdirilməsi üçün hazırlanıb qeydi yazılıb. Bundan sonra bağlama gömrük tərəfindən yoxlanılır və uyğun olarsa buraxılır. Bu proses adətən 2-4 gün çəkir. Hazırda isə gördüyünüz kimi status dəyişib və artıq gömrük rəsmiləşdirilməsi bitib. Gömrük ərazisini tərk edib və təhvil verilməsi üçün yönləndirilib yazılır. Bu da o deməkdir ki, bağlama artıq kargoya təhvil verilib və ölkə daxili tranzit mərhələsindədir. Yəni dostlar, əvvəlki videonu izləyən şəxslər artıq sifarişlərini rahat şəkildə bəyan edə bilərlər. Sadəcə çalışın videonu sifarişi bəyan etməzdən əvvəl izləyin ki, səhv etməyəsiniz. Çünki bəyan səhv olduqdan sonra mən artıq müdaxilə edə bilmirəm. Belə hallarda da daşıyıcı şirkətlə ya da gömrük orqanları ilə əlaqə saxlamanız lazımdır. Bəzən izləyicilər soruşur ki, bəyanı səhv etmişəm. Necə kömək edə bilərsiniz? Mən belə olan hallarda kömək edə bilmirəm, çünki artıq bəyan səhv edilib. Belə videolarda bəyan edə bilməyənlər üçün çəkirəm. Hazırda məhsul yoldadır. Ölkə daxili tranzit mərhələsi adətən 2-4 gün çəkir. Mən sifarişi 28 apreldə vermişdim. Böyük ehtimalla mayın 12-si məhsulu artıq təhvil alacağım. Yəni ümumilikdə təxminən 2 həftəyə çatmış olur. Ümumiyyətlə həmişə məhsulumu 10-15 gün ərzində təhvil almışam. 11 gündə olub, 14 gündə, 12 gündə. Əgər video sizə faydalı olursa, paylaşaraq başqalarının da öyrənməsinə dəstək ola bilərsiniz. Kanala dəstək olmaq üçün videonu bəyənməyi də unutmayın. Hələlik.